Kağıdını keçirik. İlk olaraq milli partiya və təşkilatların yaranmasını. Dedik ki, 20-ci əsrin əvvəlində birinci Rus burjuva inqilabının baş verməsindən sonra artıq müəyyən azadlıqlara, sərbəstliklərə icazə verildi. Xüsusən də 1905-ci il 17 oktyabr Çar II Nikolayın azadlıqlar haqqında fərman verməsi, bundan sonra siyasi partiya və təşkilatların yaranması prosesi daha da sürətləndi. Şimali Azərbaycan ərazisində ilk yaranan siyasi təşkilat Müsəlman Gənclik Təşkilatıdır. 1903-cü ildə. Baxın, bu testlərə düşürük. İlk ictimai siyasi təşkilat hansı idi? Müsəlman Gənclik Təşkilatı. Kim yaratmışdı? Məmməd Əmin Rəsulzadə yaratmışdı. Daha sonra, təşkilatın əsas məqsədi nə idi? Ümumiyyətlə, ictimai siyasi fikri, insanlarda ictimai siyasi fikir yaratmaq, biraz insanları ayıltmaq, bu idi əsas məqsədi. İkinci olaraq, 1904-cü ildə Hümmət Partiyası, Hümmət Təşkilatı yaradılmışdı. Hümmətin yaradıcıları Mirhəsən Mövsümov və Məmməd Əmin Rəsulzadə idi. Hümmət Partiyasının əsas məqsədi, ümumiyyətlə, Hümmət Rusiyada olan Sosial-Demokrat Fəhlə Partiyasının bir forması kimi yaranmışdı. Əsas məqsəd fəhlələr arasında siyasi fikirlər formalaşdırmaq idi. Daha sonra Rəsulzadə və onun tərəfdarları görür ki, Hümmət Partiyası Rusiyanın Sosial-Demokrat Fəhlə Partiyasının prinsipləri ilə hərəkət etməyə başlayır, onların sözü ilə oturub durmağa başlayır və Rəsulzadə bu partiyanı tərk edir. Ardı ilə 3-cü Müsəlmanlıq Partiyasıdır. 1905-ci ildə Rusiyada yaranmışdı. Müsəlmanlıq Partiyasının məqsədi o idi ki, Rusiyadakı müsəlman xalqları birləşdirsin, onların fikir və düşüncələrini dəyişdirsin və birləşdirsin Rusiyanın daxilindəki müsəlmanları. Qeyrət Partiyası ilk milli partiyamızdır, Gəncədə yaradılmışdır, Ələkbər bəy Rəfibəyli tərəfindən yaradılmışdır. İndi bir də, ilk ictimai siyasi təşkilat hansı oldu? Müsəlman Gənclik. İlk milli partiya hansı oldu? Qeyrət Partiyası. Və Qeyrət Partiyasının proqramında nə deyilirdi? Deyilirdi ki, Rusiya federativ quruluşlu dövlət olmalıdır və Azərbaycana da Rusiyanın daxilində muxtariyyət verilməlidir. Yəni ki, Qeyrət Partiyası Rusiyanın federativ quruluşlu dövlət olmasını istəyirdi və Azərbaycana muxtariyyət tələb edirdi. Ardı ilə Difai Partiyası. Difai Partiyasının digər adı Müdafiə Partiyasıdır. 1906-cı ildə Əhməd bəy Ağayev tərəfindən yaradılmışdır. İndi Difai Partiyası bizi kimdən müdafiə edirdi? Erməni və Rus qırğınlarından müdafiə etmək üçün yaradılmışdır. Onun deməli bayrağında 2 dənə qılınc var idi, aypara, ulduz, belə. Bundan başqa Difai Partiyasının Gəncədə, Ağdamda, Şuşada şöbələri fəaliyyət göstərirdi və Difai Partiyası erməni müsəlman davaları zamanı 1906-cı ildə və ondan sonraki zamanlarda dəfələrlə erməni hücumlarının qarşısını almışdı, erməniləri cəzalandırmışdı və Azərbaycanlıları milli qırğından xilas etmişdi. Təşkilatın ümumilikdə 400-ə qədər silahlı dəstəsi var idi və Difai Partiyası belə. Sonra Müdafiə Partiyası 1907-ci ildə eyni ilə bu da Gəncədə yaradılmışdı İbrahim Ağa Vəkilov tərəfindən. Yenə Müdafiə Partiyasının məqsədi nə idi? Müdafiə etmək. Ermənilərdən, Rus qırğınlarından Azərbaycanlıları müdafiə etmək məqsədi ilə yaradılmışdı. Azərbaycan tarixində, o dövrki tarixində mühüm rol oynayan Müsavat Partiyası isə 1911-ci ildə yaradılmışdır. Baxın, Məmməd Əmin Rəsulzadə deyil ha bu, Məmməd Əli Rəsulzadədir. Məmməd Əli Rəsulzadə, Tağın Ağayev, Abbasqulu Kazımzadə. Məmməd Əli Rəsulzadə, səhv eləmirəmsə, bildiyimiz Rəsulzadənin əmsi oğludur. Ya əmsi oğludur, ya əmsi, nəsə belə bir şeydir. 1911-ci ildə yaradılmışdır. Və daha sonra Müsavat Partiyası haqqında biraz çox danışaq. 1913-cü ildə Çarın fərmanından sonra, Çar hansı fərmanı idi? Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə, axı 1613-də gəlmişdir Romanovlar sülaləsi. 1913-cü ildə 3 illiyi münasibəti ilə böyük siyasi prosesi keçirildi. O zaman Rəsulzadə də xaricilər idi.
mühacirət etmişdi də. Rəsulzadə də qayıdır ölkəyə və başlayır Müsavat Partiyasına rəhbərlik etməyə. Partiyanın 15-ci ildən etibarən Açıq Söz qəzeti nəşr edilmişdir, Açıq Söz qəzeti. Və Cənubi Qafqazın sonraki siyasi proseslərində Rəsulzadənin, artıq bildiyiniz Rəsulzadənin rəhbərlik etdiyi Müsavat Partiyası böyük rol oynamışdır. Son olaraq 17-ci ilin martında Türk Ədəmi Mərkəziyyət Partiyası yaradılmışdır. Eyni ilə bu da Gəncədə yaradılmışdır. Nəsib bəy Yusifbəyli tərəfindən. Türk Ədəmi Mərkəziyyət Partiyası demək olar ki, Müsavat Partiyası ilə eyni mövqedən çıxış edirdi. Türk Ədəmi Mərkəziyyət Partiyasının digər bir fərqli cəhəti isə bu da Qeyrət Partiyası kimi Rusiyanın federativ dövlət olması istəyirdi və Azərbaycana həmin federativ dövlət məhkəməsinin muxtariyyət tələb edirdi. 17-ci ilin iyununda, yəni yaradılmasından 3-4 ay sonra Türk Ədəmi Mərkəziyyət Federalistlər Partiyası Rəsulzadənin rəhbərlik etdiyi Müsavat Partiyası ilə neyniyir? Birləşir. Çünki eyni mövqedən çıxış edirlər. Və bundan sonra adlanır Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyası. Bu iki partiya birləşir və vahid cəbhədə birlikdə mübarizə aparırlar. İndi bizə sual düşə bilər ki, nə? Məsələn, Gəncədə yaradılan partiyalar Qeyrət, Müdafiə və Türk Ədəmi Mərkəziyyət, BMT. Bu üçü Gəncədə yaradılmış partiya idi. Deməli, Qeyrət, Müdafiə və Türk Ədəmi Mərkəziyyət. Sonra dediyim kimi, bizə deyə bilər ki, federativ dövlət, Rusiyanın federativ dövlət olmasını istəyirdi. Hansı idi? Dedik, Qeyrət o bilir. Sonra bizə, bayaq sizə dedik ki, ilk ictimai siyasi təşkilat Müsəlman Gənclik, ilk milli partiya isə Qeyrət Partiyasıdır. Qeyrət Partiyası. Milli partiya və təşkilatlar bu qədər.